Salam əziz və dəyərli izləyicilərim. Çox suallar gəlir ki, Məryəm xanım, rafinə edilmiş və yaxud edilməmiş yağlar hansılardır? Yəni dəhşət saçan, zəhər saçan yağlar hansılardır? Onlar haqqında bizə videolar deyin. Siz özünüz hansı yağı işlədirsiniz, onu deyin. Düzdür, yağlar haqqında mənim videolarım çoxdur. İndi sizə göstərəcəm. Rafinə edilmiş yağlar o deməkdir ki, fabriklərdə rafinə olunanda oksidləşir, zəhərə dönür. Onlar bir sənaye yağıdır. Onlar orqanizmə çox zərərlidir. Deməli, pis xolesterolunuz LDL-i qaldırır, yaxşı xolesterol HDL-i aşağı salır, damarlarda donur, ümumiyyətcə infarkt, cürbəcür xəstəliklərə paraliç gətirib çıxardır. Bunlar o yana qalsın, xərçəngin başlanğıcını qoymuş olur. Bu yağlar hansı yağlardır? Duru yağları da sizə göstərəcəm və özüm hansı yağı işlədirəm, hansı yağları olmaz. Bəziləriniz kimsə deyə bilər ki, bir-iki cahillər ki, reklam edirsən, hə, Rusiyanın yağ şirkətlərinin mənim reklamıma ehtiyacı var. Mən xalqıma deyirəm ki, yəni mən məsləhət edirəm ki, mən bunları işlətmirəm və sual gəldiyi üçün ki, rafinə edilmiş nədir? Dəhşət saçan yağlar nədir? Rafinə prosesində oksidləşdirilir. Yəni ki, çox zəhərli bir yağa çevrilir. Mən onlara yağ deməzdim. Canınızın qədrini bilirsinizsə, bahalı yağ alın, bu qədər işlədin. Ucuz yağ alıb bu boyda tökməkdənsə, bahalı yağdan azcana istifadə edə bilərsiniz. Bu bahalı yağlar hansı yağlardır? Masla, qıxı yazılır. Onları yüksək temperaturda da bişirə bilərsiniz. Yeməklərinizi qızarda da bilərsiniz. Duru yağda da göstərəcəm hansıdır, paçka yağlarda da göstərəcəm hansıdır. Amma başqa yağlar, deməli, özü zəhər, sənaye malı mayesi kimi olduğu bir halda təsəvvür edin ki, onu indi siz isidəndə nə kanserogen maddələr baş verir orada, əmələ gəlir, dəhşət saçır bunlar. Yəni mən məsləhət bilməzdim əzizlərim. İndi gedək sizə göstərim. Baxın mənim əzizlərim, görün nə qədər çeşidi var. Yəni Rusiyada daha çoxdur. Bax çeşidləri, bütün alt, üst hamısı kərə yağlardır, sliviçni yağlardır. İndi bir-bir yaxından sizə göstərim. Baxın, görün nə qədərdir. Bax, hər qiymətə var. Desəniz, Məryəm xanım, siz hansını işlədirsiniz? Mən videolarımda göstərmişəm. Baxın, yağların sayına hesabına baxın. Birinci öz işlətdiyimi göstərim, sonra o birisi pis yağları sizə göstərəcəm. Bu haqda videolarım çoxdur. Mən bu yağı işlədirəm. Baxın, bunun deyirəm sizə ki, qiymətinə baxın. Əgər bahadırsa, deməli ki, rafinə edilməmiş yağlardır. İndi mən belə bilirəm. Yəni işlədəndə də dadı çox xoşuma gəlir, ziyanlığını görməmişəm. Prezident yağı da yaxşıdır, amma biraz görürsüz ondan ucuzdur. Bilmirəm, valla işlətməmişəm. Yəni mən bunu işlədirəm. İndi isə sizə bax hər qiymətə var. Masla deyirsiniz ki, o rafinə edilmiş nədir? Bax, bunlar rafinə edilmişdir. Bax, 69 rubl Rus rublu ilə, Kremlyovski. Gedək o tərəfə. Yenə bu 189'lar zadlar normal qiymətədir. Baxın aşağıda bu pışqanı vapşı işlətməyin, margarin, eləcə palma yağı da aşağına çəkirsənmi? Bax bu sliviçnik yazılır, bax bu 57 rubla. Bunun yağdan xəbəri yoxdur mənim əzizlərim. Bu özü biraz yaxşı yağdır, Prostokvaşinanın yağı. Bu da elə də pis deyil. Şirniyyatlara bax bunu istifadə edə bilərsiniz. Klassik. Rusiyada yaşayanlar bilir, bilmirəm. Azərbaycanda mən biləm. Bax bu yağlardan görmüşəm, Domik Direvnizar. Bunlar biraz babatdır. Bir də ki, ərinmiş yağlardan, mən masla videom var bu haqda, qıxı. Yəni bu rafinə edilməmiş, əsil kərə, əridilmiş kərə yağıdır. Bu o qədər təmiz yağdır ki, bax qiymətinə də baxın, bax balaca bankada görürsünüz 649 rubl Rus pulu ilə. İndi bilmirəm Azərbaycan puluna keçiriləndə nə qədər eləyir. Yəni bununla yemək polnuşca qızarda bilərsiniz mənim əzizlərim. İndi isə gedək sizə sulu yağlardan hansı rafinə edilmiş, edilməmişdir göstərim. Mənim əzizlərim, baxın, bax buradan başlayır sıvı yağlar deyirlər da türklər. Sıvı yağların, baxın çeşidləri görün nə qədərdir. Görürsünüz, indi yaxından göstərim. Baxın, dəyərli izləyicilərim, çoxdur. Zeytun yağlarda, simişqa yağı da, nə yağı olur olsun. Burada avokado yağı yoxdur ki, sizə göstərəm. Mən avokado yağını Valbrisdən sifariş edirəm. Siz Temurdan sifariş edə bilərsiniz. Baxın, duru yağlarında üstünə elə açıqca yazılır. Rafinirованный. Ələxüsusda bu yağları çox xahiş edirəm, istifadə eləməyin. Sintetik yağdır. Ay, bilsəniz ki, necə sizə zərərlidir. Valla istifadə eləməlisiniz. Bunlar birdən-birə öldürmür. İnsanın düşmənidir bu yağlar. Birdən-birə öldürmür, zaman da öldürür. Amma bu yağların
üstünə yazılıb nerafinirованный, yəni rafinə edilməmiş. Həmən fabriklərdə qızdırılmır, istilik sistemlərindən keçmir, oksidləşmir, zəhərə dönmür yəni. Bunlarla qızarda da bilərsiniz, sulu yeməyə də tökə bilərsiniz, quru yeməyə də tökə bilərsiniz, necə istəsəniz istifadə edə bilərsiniz əzizlərim. O cümlədən də istəyir soyuq sıxım, istəyir yəni istilik prosesindən keçmir, istəyir zeytun yağı olsun, istəyir avokado yağı olsun, hansı yağ olur olsun, nerafinirованный bu deməkdir. Mənə elə gəlir ki, çox geniş izah elədim rafinirованный nədir, nerafinirованный nədir. Yəni Azərbaycan dilində rafinə edilmiş nədir, rafinə edilməmiş nədir. Mənim əzizlərim, Məryəm xanımın başqa qızıl qaydalarını da bilmək istəyirsinizsə, bir mütəxəssisə canınızı əmanət etmək istəyirsinizsə ki, hər şeyin Rusiyada oxuduğum üçün dietoloq, nutrisiolog olduğum üçün hər şeyin kimyasını dəqiq bilirəm. Hər şeyin araşdırmalarını çox dərindən aparmışam. Mənim qrupumda olan xanımlar, bəylər hamısı xoşbəxtdir. Xanımlar üçün qruplarım ayrıdır, bəylər üçün qruplarım ayrıdır. İli 20 manata qrup bir dənə Azərbaycanda məndədir. Yəni ki, bir dəfə 20 manat ödəyirsiniz və yeganə qrupdur ki, qrupuma girəndə dərmanlardan canınız azad olur. Apteka göndərmirəm ki, qəbz olursunuzsa, siyena çayı için, acılıq otu, dəvə gözü, maqni sulfat tuzu. Çünki onların dəhşət saçlığını çox yaxşı bilirəm ki, bağırsaqlarınızın mikroflorasını pozur, silikli qişasını zədələyir. Və sizə arıqlama çayı, arıqlama kofesi satmıram ki, öz mənafeyimi güdmək üçün. Sizə satmıram o arıqlama çayı da, arıqlama kofesi, arıqlama şokoladı. Çünki onlar dəhşət saçır mənim əzizlərim. Mənim qrupuma girməsəniz belə onlardan uzaq olun. Və mənim qrupumda acılıq etmək qadağandır. Ay bir gün alma ye, su iç, bir gün xurma ye, su iç. Çünki immun sistemimiz bizim ordu şəklində durur. Və ordu kimi sizi mübarizə aparır o xərçəng hüceyrələrindən, başqa xəstə hüceyrələrindən. Amma siz bağırsaqlarınızı bəzi o siyena ilə zadla yuyanda, acılıq edəndə immun sisteminizi öldürürsünüz və dəhşətli günlərə gətirib çıxardırsınız. Buyura bilərsiniz, dediyim kimi bircə dəfə 20 manatın içində bütün bu gözəllik, özəllik sirlərim, xanımlar, sizin üçün bütün gözəllik, cavanlıq sirlərini bölüşəcəm. Həmən. Amma nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyirəm, əzizlərim. Necə deyirəmsə, dünyanın harasında olursunuzsa olun, eynən dediyim kimi yaddaşa salın. Nə sözünüzdən əlavə etsəniz, tapa bilməyəcəksiniz, əzizlərim. Təbii ki, məsləhət bilirsinizsə ki, başqa dəyərli bacı qardaşlarım kimi mənim sağlamlıq orduma qoşulmaq istəyirsinizsə, razı qalmaq istəyirsinizsə, canınızın gözəl olmasını, toksinlərdən azad olmağını istəyirsinizsə, bu cürə yazın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.